Joseph Mont Royal'a gəldik. Bu köhnə bir kilsədir, çox qədim kilsədir. Hal-hazırda bunun içindəyəm, biraz video çəkim göstərim sizə. Burada göstərir kilsənin tarixini. Axırda xarici görünüşünü çəkəcəm. Qalxaq belə yuxarıda nə var? Hal-hazırda həmin kilsənin muzey hissəsinə gəldik. Burada dəvə, bunlar çox güman bu ərəblərdən zaten qalan şeydir. Böyle bir şəkildə çəkim var. Burada yazılmıyor sonra. Buna görə məlumat verə bilmirəm. Muzey pulsuzdur bugün. Soruşacağım indi çıxanda neçədir qiyməti. Gəlmək istəyən Kanadaya baxa bilər. Bunlar bu şey İsa Peyğəmbərin anlatır deyəsən. Çox qəşəng işləyirlər. Çok qəşəng. Çok süper bir yaratıcılıq işi var burada. Göyərçinlərdir. Və pul atırlar, dolarlar da içində. Görürsünüz. Kamera deyil, dolar var bir də. Pul atırlar. Bu da mələk anlamında qoyublar burada. Burada da qəşəng bir heykel var. Burada kimsə ölüb. Bunlar da başın üstündə durublar. Sifronlarını göstərir belə. Burada belə qəşəng heykellər var. Kanada'nın Montreal şəhərindəyim, bir daha xatırladım. Və Boston'dan buraya gəlməyim 6 saatlıq bir yol idi. 700 kilometr, 780 kilometr. Belə. Burada da qəşəng bir şeylər var. İşıqsız işıqla çəkməyə icazə vermirlər, ona görə çəkirəm. Burada kiçik bir şəhər salıblar elə bil. Ayda, necə qəşəng idi insanlar. Hərə bir işlə məşğuldur, yəni hərə bir işlə məşğuldur burada. Güldərənəsi, superdir bu. Hal-hazırda həmin muzeyin kilsəsindəyik. Çox sakitdir bura.
burada cəmaət gəlib dua edirlər. O tərəfdə adamlar oturub. Qaranlıqdır. Bağlıdır. O tərəfdən çıxacağım. Bayaqki içini çəkdiyim muzeyin indi çölündəyəm. Biraz, daha doğrusu balkonundayım. Çölündən video çəkəcəm. Balkonundan çəkək görək necə görsənir buralar. This is Joseph. Yazı yazılır Joseph. Çox böyükdür. Yəni mən hardasa nə qədər hündürlükdəyəmsə bu şəhər ayağımızın altındadır da, yəni. Bundan hündürlüyə bax. Belə baxanda çox dəhşət şey böyük görünür. Yəni bu dövründə yəni necə tikilib bu çox maraqlıdır. Yine bir suvenirler de satırlar. Taştır falan. Dediğim gibi bu müze bugün pulsuzdur. Normalde da bilmedim ne kadardı. Hoşuma yadımdan çıktı. Ama bugün pulsuzdur bilmem neye göre. Buradan buradan artık yakınlaştırmıyor ama
tutmur ki indi. Bayaqdan tuturdu. Bu da Kanada Montreal şəhərindəki Josep Kilsə muzeyidir. Daha doğrusu xarici görünüşüdür. İçərisini çəkmişdim bayaq. Bu da xarici görünüşüdür. Çox gözəl görünüşü var. Üstünün günbəzi, sütunlar. Yəni yaxından da çəkdim, videoda baxdınız. Çox super sənət əsəri var, yəni sənətkarlıq var burada. Təbii ki, adam inana bilmir ki, yəni 1800-cü illərdə belə bir bina necə tikilib, yəni belə bir kilsə necə tikilib. Yəni texnologiyanın, bildiyimiz kimi texnologiyanın belə zəif vaxtlarında, indi kim yox, yəni elə zəif vaxtlarında necə tikilib çox maraqlıdır. Yəni amma çox gözəl tikilib, çox gözəl memarlıq işi var, yəni. Bu qədər. Gedək növbəti muzeyə.